Şəkin mərkəzində dostumuz bir kitab köşkü açıbdı. Kafe Sentralın qabağında dayanacaq var. Dayanacağın yanında da İkinci Bahar kitab köşkü, kitab evi, kitab satış nöqtəsi. Niyə İkinci Bahar? Çünki ikinci el kitablar da satılır burada. Yəni oxunmuş kitabları daha ucuz qiymətə ala bilirsiniz. İndi bəzi dostlarımız var ki, onlar özəl olaraq xoşlayırlar oxunmuş, qeyd götürülmüş kitabları. Belə insanlar var yəqin ki. İndi gəlirik başqa bir məsələyə. Biz bir müddət əvvəl video çəkmişdik Şəkinin 2 problemi deyə. Biri kitab satan yerlərin az olması ya da olmaması idi. O birisi də küçükləri problemi idi. İnsanlar belə videolar ya da məzmunlar görən kimi altını doldururlar. Bütün problemlər yol yoxdur, internet belədir, işıq belə, işsizlik və s. Bir yeri problemlərin hamısını tökəndə o diqqət çəkmək istədiyim məsələlər dəyərini itirir. Ona görə bir dənə ya da iki dənə seçib, onu ictimailəşdirib, mümkün qədər həllinə nail olub, sonra o birisilərə baxmaq lazımdır. Yəni, hansısa problemə diqqət çəkmək istəyəndə altını digərləri ilə doldurmayın. Diqqət yayınır onda. Biz o videonu çəkəndən sonra məlumat verdilər ki, Şəkinin istirahət mərkəzlərinin birində, inşallah bu yayda, böyük bir book kafe açılacaq. Həm də şəhərin özündə bir sərgi, çox böyük bir kitab sərgisi inşallah təşkil edəcəyik. Bir də ola bilsin şəhərdə də eyni formada böyük kitab mağazası içində kafesi ilə bir yerdə açıldı. Yəni bu məsələ xırda-xırda həllini tapsın, ondan sonra digərlərinə gələrik. Dediyimiz yerlər açıldıqca da onların məlumatlarını paylaşacağıq. Bizi izləməyə davam eləyin. Həmçinin İkinci Bahar Kitab Evi Instagram səhifəsini izləyin. Həm telefon nömrəsindən, həm Instagramdan sifarişlər də verə bilirsiniz. Gəlib görsəz ki, bura bağlıdır. Qapının üstündə telefon nömrəsi yazılıb. Yaxınlarda bir yerdə olacaq ya da bizə video çəkməyə kömək edir böyük ehtimalla. Ona görə zəng eləyin, gəlib özünü çatdıracaq.